sualda deyir ki 1 minus bak soruşursan ki müəllim. Tangens 2 vurulsun kosinus 2 bərabər 0'a. Bax indi tamamda izah edirik. Bax uşaqlar. Biz burada məsələnin şərtinə baxıram ki 2 hasildə düzdürmü? Qrupların hər biri ayrıqda nə olmalıdır? 0. Onda bir dəfə yazıram ki kosinus x bərabər 0'a. Bir dəfə də yazıram 1 minus tangens 2 bərabər 0'a və yaxud da alfa fərqi yox. Uşaqlar, ayrıq da 0'a bərabərləşsəm onda belə orada. Tangens alfa bərabər nəyə? 1'ə. Tangensin biri nə idi? Xüsusi alımız. Tamam. Pi böl 4 plus pi k. Razısınız mənə? Tamam. İndi gəldik bura baxdıq. Kosinusun 0 nə idi? Pi böl 2 plus pi k. Deməli oldu. Pi böl 2 plus pi k. İndi sual verirsən. Bax birinci cavablara baxalım. Bax görün cavablarda hamısı təhlil cavabdır. Yəni sənin ya cavabın budur, ya da cavabın budur. Düzdürmü? İndi mənə sual verirsən. Müəllim, niyə bunu götürmürəm, bunu götürürəm? Tamam. Bax, tangens nədir uşaqlar? Tangens bərabərdir. Sinus bölünsün kosinus. Sən bir məntiqlə düşün görək. Bəli, sənin məxrəcin 0 olmazsa bu kök, bu ifadəni ödəməzmiş. Deməli, tənlimimizin cavabı nəymiş? Buymuş. Yadında saxlayın. Belə ifadələrdə sinus kosinusdan söhbət edər. Bax, tangens kotangesdən söhbət edər. Diqqət edəcəksiniz. O tangens kotanges varsa imtahanlara həmişə düşürərsə verərsiniz. Məxrəcin 0 olmamağı nəzərə almalısınız. Tamam? Cavab da budur da, düzdürmü?